Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trump, Rusiya prezidenti Vladimir Putin arasında baş tutan telefon danışığından sonra açıqlama etdi. Verdiyi açıqlamada Vladimir Putinin onunla çərşənbə günü baş tutan telefon danışığı zamanı çox qəti şəkildə Ukraynanın pilotsuz təyyarə hücumlarına cavab verəcəyini bildirdi. Donald Trump sosial şəbəkədə paylaşdığı açıqlamasında uzun sürən telefon danışığını yaxşı söhbət adlandırdı. Lakin qeyd etdi ki, bu dərhal sülhə gətirib çıxaracaq bir danışıq deyil. Bu, Donald Trump'ın ilk dəfə olaraq Ukraynanın Rusiyanın ərazisində həyata keçirdiyi cəsarətli hücuma münasibət bildirməsi idi. Ağ Evin məlumatına görə Amerika Birləşmiş Ştatları tərəfi həmən əməliyyatdan öncədən xəbərdar olmayıb. Donald Trump Putinlə danışığında bu məqamı xüsusi vurğulayıb. Bu telefon danışığı müəyyən mənada ümidverici olsa da, Ukrayna ilə Rusiya arasında atəşkəs və ya sülh imkanları baxımından ciddi bir irəliləyiş görünmür. Təbii ki, vəziyyəti bir qədər dəyişdirən hadisə Ukrayna hərbi və kəşfiyyat qüvvələrinin Rusiyanın dərinliklərinə, hətta Sibirə qədər gedib çıxan cəsarətli bir hücumu oldu. Görünən odur ki, çox sayda Rusiya bombardımançı təyyarəsini sıradan çıxardılar. Bu, olduqca ciddi və əhəmiyyətli bir əməliyyatdır. Lakin bu, müharibənin ümumi axarını dəyişmir. Müharibə davam edir. Rusiya hələ də Ukraynadadır. Onlar hələ də qərbə doğru irəliləməyə çalışırlar. Beləliklə, Ukraynanın bu cəsarətli addımı onların çox bacarıqlı və çətin, mürəkkəb əməliyyatlar həyata keçirmək qabiliyyətinə malik olduqlarını göstərir. Amma bu, müharibənin taleyini dəyişmir. Vladimir Putin bu hücumu həm hərbi, həm də ölkəsinə prestij baxımından ciddi zərbə kimi qiymətləndirib və Donald Trump'a qisas xarakterli addımlar atmalı olduqlarını bildirib. Bu isə yaxın gələcəkdə bölgədə gərginliyin daha da arta biləcəyini işarədir. Digər tərəfdən isə Ukrayna qərbdən daha çox dəstək gözləyir. Amerika Birləşmiş Ştatlarından gözləntiləri az olsa da, Avropanın hərbi və maliyyə baxımından əlavə yardım edib etməyəcəyi isə sual altındadır. Rusiyadan əlavə hərbi cavablar gözləmək olar, amma əsas sual budur. Bu telefon danışığından sonra Ukrayna və Rusiya tərəfindən razılaşdırılmış bir atəşkəsə daha da yaxınlaşdıqmı? Cavab xeyr. Hazırda heç bir ümidverici dəyişiklik müşahidə olunmur. Təbii ki, Amerika Birləşmiş Ştatları prezidentinin Rusiya lideri ilə danışması müsbət aldı. Amma görünür ki, ABŞ hələlik Putinə hər hansı real təzyiq göstərməyə hazır deyil. Trump'ın bu məsələdə daha çox addım atmağa hazır olduğunu görmürük. Bu səbəbdən də bu telefon danışığının ümumi vəziyyəti dəyişdirdiyini demək olmaz. Vəziyyət mürəkkəb olaraq qalır. Qeyd edim ki, telefon danışığı Amerika Birləşmiş Ştatlarının artıq 3 il yarımdır davam edən müharibəyə son qoymaq məqsədi ilə irəli sürdüyü diplomatik təşəbbüslərin fonunda baş tutdu. Vaşinqton hal-hazırda münaqişəyə tərəflərin razılığı ilə vasitəçilik etməyə çalışır. Politoloq şərhçilər isə bildirirlər ki, Donald Trump'ın bu danışığı onun prezidentliyi dövründə Rusiya ilə münasibətlərə yanaşmasının davamı kimi qiymətləndirilə bilər. Lakin danışıqların real nəticə verib-verməyəcəyi hələ ki qeyri-müəyyəndir. Prezident Donald Trump'ın növbəti telefon danışığı vəziyyəti dəyişməyə yetərli olmadı. Ukrayna-Rusiya müharibəsi davam edir və tərəflər arasında yaxın zamanda razılaşma əldə oluna biləcəyinə dair heç bir ümidverici siqnal görünmür.